Bir şey mənə maraqlıdır. Burada məsələn Çağayev bunu edəndə, məsəl üçün mütəmadi olaraq biz görürük ki, sosial mediadan reklamlar gedir ki, siz bizə müraciət edin, biz sizə düzgün strategiya, biz sizə düzgün yönləndirmə, yəni bizdən gəlin keçir də. Mənə elə gəlir ki, Çağayev heç kəsə müraciət eləməyib. Hərçəm o tərəfini bilmirəm. Amma insan öz içində naturasında nə varsa, yəni içindəki həqiqi mənindəki nə varsa, onu üzə verirsə, düşünürəm ki, orada uğurlu olacaq. Əslində Çağayev bunu göstərmişdi də, yəni mən bunu belə görürəm. Amma indi axı bizi qəlbə salmaq istəyirlər. Sən başda bu sözüdür, sonra bu sözüdür, axırda bu sözüdür. Alqoritm bunu belə tutacaq. Bu necə işləyir? Həqiqətən budurmu? Yoxsa biz doğrudan peşəkarlara oxumalı, bunun üçün bir təlim, bir kurs keçməliyik? Mən bir növ buna bazar araşdırması deyirəm. Çünki bu da bir biznesdir. Bazar araşdırması əlimizdə olmasa bizim üçün çətindir. Çünki mən bilməliyəm, bazarda tutalım, mən sosial media məsləhətçiyəm, mütəxəssisiyəm, mənim kimi neçə nəfər var? 10 nəfər. Okay. Onlar necə paylaşım edirlər, nə vaxt paylaşırlar, nəyə fikir verirlər, geyimi necə geyinirlər, danışığı necə edirlər. Hər şeyi analiz edəndən sonra artıq mən deyirəm ki, hə, mən bir öz tərzimi yaratdım. Artıq bir yolum var. Amma bizdə axı belə deyil, bizdə pərakəndədir. Hə, mən də bir dənə Instagramda səhifə açsam, mən də başlayım. Yəni hər hansı bir biznesin strategiya olmadan uğurlu olma ehtimalı, mən bilmirəm, bəlkə 100%-dir də, düzdür? Yəni strategiya olmalıdır. Amma strategiya olmalıdır, amma yəni siz deyirsiniz ki, strategiyası olsun, amma necə olacağını axı əvvəldən bilmir insan. Məsəl üçün necə çıxış edəcək, necə deyəcək? Bunun strategiyası olmadan necə bilinsin? Olsun ki, daha sonra aydın olur. Burada indi sosial şəbəkələr niyə belə işləyir? Alqoritm, yəni rəqəmlər psixologiyası. Mən həmişə üç tərəfdən gedirəm. Rəqəmlər psixologiyası, insan psixologiyası, bir də rənglər psixologiyası. İnsanlar adi rəqəmlərdən hesablayır və sosial şəbəkələrdə belə işləyir. Yəni proqramlaşma sadə alqoritm dilidir. Məsələn, videomuz 1 dəqiqə ərzində 10 dəfə izləndi, 1 saat ərzində 100 dəfə izləndi və alqoritm hesablayır o da, hesablama maşını ki, demək bu video normalda videolar 1 dəqiqədə məsələn 5 nəfər izləyir o izləyicinə görə, amma burada 10 nəfər izlədi. Aha, 1 saat ərzində 100 nəfər izləyir və alqoritm hesablayır ki, bu daha yaxşıdır və daha yaxşı videodur. Viral olmaq üçün artıq alqoritm özü hesablayır. Yəni sadə dillə hesablayır. Məsələn, səhifələrin spama düşməsi də belədir. Məsələn, 1 dəqiqə ərzində biz 5 rəy yaza bilərik. Və bunu insanlara gələn deyir ki, mən smayliklər qoyuram axı 5 dənə reelsə. Deyirəm ki, məsələn, tutalım ki, bir mövzu görmüsən, bir xəbər saytında, sənin ora rəy bildirmə müddətin nə qədərdir? Ən az bir 5-10 dəqiqə fikirləşməlisən də. Deyir ki, hə, düz deyirsən də. Çünki alqoritm də elədir. Yəni onu insan yazıb ki, alqoritm proqramda yazılıb və 1 dəqiqə ərzində insana 5 rəy yaza bilsin. Çox yazsa spama düşür səhifə. Yəni əslində sistem özünü qorumağa çalışır. Bunu bizim həmişə lore dilinə izah eləməyə çalışıram. Çünki proqram hissəsi həmişə fərqli olur. İnsanlar qarışdırırlar. Məsələn, bu otağa 5 nəfər yerləşir. Biz bura 50 nəfər yerləşdirsək nə baş verəcək? Hamı narazıçılıq, otaq istidir, başqa otaq verin bizə, ayaq üstə qalmışam və narazıçılıqlar başlayır. Və sistem bir növ bizdən, yəni mən başqa bir istifadəçiyəm, mən də Instagram işlədirəm. Mənim sistemim donmasın, səhifəm donmasın. Ona görə də qoruma edir ki, tutalım, başqa bir səhifədə spama düşsün və sistem qorusun. Başqa istifadəçilər bundan əziyyət çəkməsinlər. Yəni, əslində alqoritm sadə riyazi hesablamalarla işləyir. Necə ki, bax, sadə riyazi hesablama nə deyirik? Məsələn, yazılıb ki, amma bariyerlər var da, yəni ki, qoruma şəklində. Alqoritm sadəcə tutalım deyir ki, siz gün ərzində tutalım, bilinməyən alqoritmlərdən gün ərzində 20 story paylaşa bilərsiniz. Məsələn, siz 21-ci story-ni paylaşanda sizin səhifə düşür spama. Yəni, bir növ sistem özünü qorumağa çalışır ki, siz bunu davamlı etməyəsiniz. Çünki sistem elə bilir ki, yəni siz, üzr istəyirəm, bot kimisiniz. Yəni, bir robot onu edir. Yəni, insan axı düşünür, amma robot düşünmür. O onu elə qəbul edir, çünki onu da yazan bir insandır. Yəni, insan yazıb ki, orada, məsələn də, adi riyazi hesablama necədir? Məsələn, 0 kiçikdir, bərabərdir 1-dən. Yəni, 1-ə də bərabər olsun, həm kiçik olsun. Burada prinsip eynidir. Yəni, yazdığı rəylər, tutalım, S hərfi qoyur. S hərfi 20-dən böyükdür bərabər. Yəni, 20-nin olsun, 21 onda artıq həmən adam story paylaşa bilməsin. Və o indiki vəziyyət də belədir ki, insanlar bir növ aclıq hiss edirlər. Və artıq bu trend niyə görə reelslər trendir? Çünki insanlar bütün informasiyanı tez
tez bir zamanda da, yəni mənim az vaxtım var, talım marşrutdadır, yolda gedir, tez-tez sürüşdürüm, swipe eləyim və reelslərə baxım. Artıq bu trend yaranıb. Yəni bu bizdə belədir, qlobal belədir və ona görə biz o qlobal trendə uyğunlaşmalıyıq ki, bizim videolarımız qısa şəkildə olsun. Amma burada bir sual çıxır ortaya ki, bütün sosial şəbəkələrdə xeyr. YouTube tam fərqli bir formatdır. YouTube'da hamı komfort, rahat bir zonada oturmuşam, açım bir podkast izləyim, bir film izləyim. Çünki oranın auditoriyası fərqlidir. Oranın insanları bir rahat zonadadır. Axşam gəlmişəm, bir açım bir podkast izləyim, bir seriala baxım. Yəni işdə oturub seriala baxamızıq 2 saat vaxt var. Amma bir reelsə baxa bilər də 30 saniyə.